Hepinizi salamlayıram. Mən Sərə Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə Səfəvi dövləti 17-ci əsrdə mövzumuzu izah edəcəyik. Səfəvi dövləti 17-ci əsrin əsasən ikinci yarısında daha da dəqiqləşdirək, qəbul imtahanımızın mütləq şəkildə bir sualını əhatə edir. İndi mən danışdıqda başa düşəcəksiniz ki, niyə sırf bu hissədən bizə qəbula bir sual düşəcək. Bundan əvvəlki videoda biz 1639-cu il Qəsr-Şirin müqaviləsinə gəldik və orada dayandıq. İndi isə 17-ci əsrin ikinci yarısını izah edəcəyik, 18-ci əsrdə ayrı izah edəcəm. Çünki xırda qarışıqlıqlar var, həm video çox olmasın, həm də ki, rahat fikrimizi ifadə edə bilək deyə 17-ci əsrin ikinci yarısından indi danışacağıq. Əsas məsələ 17-ci əsrin ikinci yarısında biz Səfəvi dövlətində hakimiyyətdə iki hökmdar görürük. Zaten həmin o iki hökmdardan danışacağıq. Digər yerdə qalan məsələlərimiz də əsasən sosial-iqtisadi məsələlərdir. Onları qeyd ediləcək. Gəldik 17-ci əsrin ikinci yarısında Şah II Abbas, düzdür, birinci yarıda gəlib hakimiyyətə. 1642-1666-cı illərdə Şah II Abbas hakimiyyətdə olacaq. İkinci Abbasın hakimiyyəti dövründə bizim siyasi sahədə gördüyümüz ən önəmli məsələ Rusiya ilə Səfəvi dövləti arasında bir münaqişənin baş verməsidir. Rusiya ilə münaqişə. Bu münaqişə nəyə görədir? Bu münaqişə qala söhbətinə görədir. İndi məsələni açacağıq. Münaqişə 1653-1662-ci illərə əhatə edir. Belə ki, Ruslar Şimali Qafqazda Terek çayı boyunca qalalar tikirlər və Səfəvi sərhədlərinə yaxın tikilir bu qalalar. Belə olduqda 2. Abbas 1653-cü ildə Şirvan bəylərbəyi Xosrova göstəriş verir ki, yürüş etsin və getsin həmin qalaları dağıtsın. Həmin dövrdə də Rusiyada hakimiyyətdə Aleksey Mixayloviçdir, Romanovlar sülaləsinin nümayəndəsi və nəticə etibarilə onlar arasında bir diplomatik razılaşma ələ gəlir. Diplomatik razılaşma da bundan ibarətdir ki, müharibə olmayacaq, dinc yolu ilə bu qalalar söküləcək, Səfəvilər sökəcəklər, Ruslar da buna bir şey demədilər. Əsas siyasi hadisəmiz bundan ibarətdir, Rusiya ilə qala söhbətinə görə münaqişənin baş verməsi. Yerdə qalan deyəcəyimiz digər məsələlər Şah II Abbasın dövründə əsasən əhatə edir iqtisadi və sosial məsələləri. Belə ki, onun hakimiyyəti dövründə sənətkar və tacirlərin və yaxud rəiyyətin, tacirlər, ümumi rəiyyət deyə bilərik, rəiyyətin dövlətin divanına olan bütün borcları ləğv edilir. Bütün vergi borcları ləğv edilir. Kimin dövründədir? 2. Abbasın dövründədir. 2. Abbasın dövründə əhalinin şikayətinə ədalət divanında baxılır. Bir ədalət divanı var, o divanda gəlir, kimin nə narazılığı varsa bildirir və o divanda da onların narazılığının aradan qaldırılmasına çalışılır. Osmanlı ilə münasibətlər 2. Abbasın dövründə Osmanlı ilə dostluq əlaqələri var. Bir problemimiz yoxdur, müharibəmiz falan yoxdur, diplomat dostluq əlaqələrimiz qalır. 2. Abbasın dövründə biz görürük ki, Gürcü və Ermənilər, bunların da işləri yaxşıdır. Belə ki, Gürcü əyanları sarayda əsas vəzifələr tutublar, icazə verilir onlara bu vəzifələrdə iştirak etməyə. Ermənilər də yenə eyni şəkildə, hətta erməni tacirləri xüsusi imtiyazlar alıblar və bu imtiyazlardan istifadə edib Osmanlı dövləti ilə əlaqələrdə əsas üstünlüyü göstərirlər. Gürcü və ermənilər barədə məsələmiz bundan ibarətdir. Ümumi olaraq Şah II Abbasın dövründə biz ümumiləşdirsək, mədəniyyət sahəsində olan hadisələr də gətirsək, mədəniyyətlə bağlı bizim ayrıca videomuz olacaq, yəni narahat olmayın. Amma 2. Abbasın dövründə deməli olduğumuz məsələlər nədən ibarətdir mədəniyyətdə? Bu adamın baş tarixçisi var. Keçən il qəbul imtahanında ciddi problem törədən sualdır. Amma tarixçisi, baş vəziri yox, baş tarixçisi Məhəmməd Tahir Vahid özünün Abbasnamə və yaxud Tarixi Vahid əsəri var. Bu barədə bizə məlumat verilib onun dövrü barədə. Mətbəyə gətirmək istəyir Şah II Abbas, amma gətirə bilməyib. Niyə? Çünki Avropadan mətbəəni Azərbaycana gətirmək üçün bizim yetəri qədər maddi qüvvəmiz olmayıb. Bir də Şah II Abbasın dövründə 2 dənə memarlıq abidəmiz var. 1663-cü il Kələxana məqbərəsi və 1663-cü il Nardaran məscidi.
Bu oldu bizdə Şah II Abbasın hakimiyyəti dövründə gördüyümüz məsələlər. İndi gəlirik 17-ci əsrin ikinci yarısında gördüyümüz növbəti Səfəvi şahı, Səfəvi hökmdarı Şah Süleyman və onun fəaliyyəti dövründə görək nələr baş verəcək. Şah Süleyman hakimiyyətdə olacaq. Süleyman 1666-1694-cü illərdə Şah Süleymanın dövrüdür. Şah Süleymanın dövründə biz siyasi sahədə iki dənə, demək olar ki, iki dənə hadisə görürük. Bir dənə də ümumi tarixlə əlaqələndirəcək, yadımızda qalacaq. Şah Süleyman 1667-ci ildə Rusiya ilə ticarət müqaviləsi imzalayır. Belə ki, bu müqavilənin şərtlərinə görə, indi o müqavilə niyə imzalandı, nə doğurdu onun səbəblərini hər birini sosial-iqtisadi həyatın içərisində danışacağım sizə. Rusiya ilə ticarət müqaviləmiz 1667-ci ildə şərtləri bundan ibarətdir ki, Rusiya Azərbaycanın xam ipəyini Qərbi Avropaya daşımaq hüququ əldə edir. Rus tacirlərinə Səfəvi bazarlarında xüsusi ehtiram, xüsusi icazələr, xüsusi gömrük vergilərindən azad edilməsi, imtiyazlar verilir və bütün bunlar hər biri Səfəvilərin bütün sülaləsi boyuncadır. Yəni, bütün Səfəvi sülaləsinin dövründə Rusiya ilə gömrüksüz ticarət əlaqəsi və Rus tacirlərinə ehtiramının göstərilməsi 1667 müqavilə. Bu müqavilədən sonra da 1668-69-cu illərdə qarətçilər Don Kazaklarının yürüşünü görürük. Stepan Razinin başçılığı ilə Dərbəddən Gilana qədər olan əraziləri gələcəklər, talan eləyəcəklər. Lakin sonra Rusiya dövləti bunları tutub cəzalandıracaq. Əlavə olaraq da Şah Süleymanın dövründə növbəti ümumi tarixlə əlaqələndirib bunu deyə bilərik ki, 1684-cü ildə Avropa dövlətləri müqəddəs birliyi yaratmışdılar. Bu dəvəti göndərirlər Süleymana ki, bəs sən də gəl müqəddəs birliyə qoşul, Osmanlıya qarşı birgə mübarizə apara. Süleyman deyir ki, yox, mən bunu qəbul edə bilmərəm. Ona görə bunun qarşısında bir X qoyuruq və Süleymanın dövründə də bizim Osmanlı ilə dostluq əlaqələrimiz davam edir. Bu oldu bizim siyasi tariximiz. 17-ci əsrdə Şah II Abbas və Şah Süleymanın dövründə. İndi sizlərlə danışacağıq 17-ci əsrin ikinci yarısı, biraz da 16-cı əsrlə uyğunlaşdıracağıq sosial-iqtisadi həyatdan. Baxaq görək, nə görəcəyik bu mövzunun içərisində. Lövhədə yazdıqlarımızı silək. Gələk sosial-iqtisadi həyata. Xüsusən abituriyentlər diqqətli olsunlar. 17-ci əsr Səfəvi dövləti sosial-iqtisadi həyat. Yəni, mən bu kanala artıq 5-ci ildir ki, video çəkirəm və yəni 2021-də mən Səfəvinin 17-ci əsrini izah edəndə deyəndə ki, bundan qəbula bir sual düşür, 2025-də izah edirəm, yenə eyni şey deyirəm ki, Səfəvinin 17-ci əsrin ikinci yarısı qəbulda sizin bir sualınızdır, xüsusən də 3-cü qruplar diqqətli olsunlar. Biz 17-ci əsrin ikinci yarısının Səfəvi dövlətində nələri görəcəyik? İlk olaraq asan məsələdən başlayaq, torpaq mülkiyyət formalarımızdan. Görək, torpaq mülkiyyət formalarımızdan bizdə burada nələr var? Torpaq mülkiyyət formalarımız təbii ki, əvvəlki gördüklərimiz davam edir. Divandır, xalisədir, icmadır, sonra tiyul, mülk və hətta soyurqalda yaza bilərik. Bura niyə deyəcəm? Divan bilirik, yenə dövlət torpağıdır, xalisə hökmdar və ailəsinə məxsus olan torpaqlardır. Divan və xalisə 17-ci əsrin ikinci yarısında hələ də Səfəvi dövlətində aparıcı torpaq mülkiyyət forması olaraq qalır. İcma kəndlilərin ümumi istifadəsində olan torpaqdır, vergilərin ağırlığı bu torpaqların üzərindədir. Tiyul xidmətə görə verilən torpaq mülkiyyət formasıdır, şərtidir. Mülk irsi torpaqlardır, feodalların, vəqf yenə dini idarələrə məxsus olan torpaqlardır. Soyurqal isə məhdud şəkildə qalıb, əsasən din xadimlərinə, sufi şeyxlərinə filan verilən torpaqlar hesab edilir Səfəvi dövlətində. Sonra gəldik vergilərimizə. Görək, vergilərimiz hansıdır 17-ci əsrin ikinci yarısında. Mal cəhətimiz var, yenə 15-ci əsrdə gördüyümüz kimi əsas məhsul vergimizdir. Bəhrəmiz var, yenə sudan istifadəyə görə alınan vergidir. Cizdiyəmiz var, can vergisidir. Daha sonra çoban bəyi, bunların hər birini biz 15-ci əsrdə görmüşdük. Bağbaşı,
Çobanbəy maldarlardan alınan vergidir, bağbaşı bağlardan alınan vergidir. Bu oldu bizim vergilərimiz. Amma 17-ci əsrin ikinci yarısında sizdə bir vergini verib çaşdıracaq. O vergi də hansıdır? 1565-ci ildə ləğv edilən tamğa vergisidir. Bilin ki, tamğa vergisi 17-ci əsrin ikinci yarısında yoxdur. Çünki 1565-ci ildə tamğanı Şah Təhmasib ləğv edib. Sonra kəndlilər gəldiyi növbəti qeyd edəcəyimiz məsələ 17-ci əsrin ikinci yarısı Azərbaycanda kəndli kateqoriyası 3 qrupa bölünür kəndlilərimiz: rəiyyət, rəncbər və elatlara. Rəiyyətlər ümumi hansı kəndlilər hesab edilir? Bu kəndlərin hər şeyi var, amma torpağı yoxdur. İş heyvanı var, toxumu var. Amma feodaldan torpaq götürür, o torpağı əkib becərir, əvəzində vergi verir. Rəiyyət elə kəndlidir. Rəiyyətin dedik, rəncbərin ümumiyyətlə heç nəyi yoxdur. Sadəcə tək canı var, onu aparırlar. Əmək aləti də verirlər, toxum da verirlər, torpaq da verirlər, deyirlər ged işlə. Elatlar isə köçəri maldarlardır. Həmişə adını deyirik, belə yapmasaq. Eli atanlar, elatlar. Bunlar da əsasən orduda iştirak edir deyə, orduda iştirak etdikləri üçün az vergi ödəyirlər, mükəlləfiyyəti də elə də çox icra etmirlər. Az miqdarda vergi və mükəlləfiyyətlər olur. Sonra gəldi feodallar 3 qrupa bölünür. Yəni ali zümrə dediyimiz feodallar, ali zümrə. Bunlar kimlərdir? Birinci yerdə dayanır hərbi əyyanlar, hərbi qızılbaş əyyanları. İkinci yerdə dayanır ali şiə ruhaniləri. Üçüncü yerdə də dayanır yerli və yaxud mülki əyyanlar. Bunların yerini dəqiq şəkildə bilmək lazımdır. Birinci hərbi əyyanlardır, ikinci ali şiə ruhaniləridir, üçüncüdə isə mülki əyyanlardır. Dəqiq şəkildə bunlar 1, 2, 3-də kimdir? Əzbərlənməlidir istisnasız şəkildə. Sonra davam edirik. Sənətkarlarımız da 3 qrupa bölünür. Sənətkarlarımız hansıdır? Yazaq sənətkarlar. Sənətkarlar da bölünəcək. 1. Fərdi fəaliyyət göstərənlər. Sonra müəyyən sənətkar birliklərində birləşənlər və feodal emalatxanalarında birləşənlər. Sənətkar birliklərimizin adı 17-ci əsrdə əsnafdır və sənətkarlara da rəhbərlik edən şəxs Məlik Üç Tüccardır. Məlik Üç Tüccar. Amma 13-14-cü əsrdə biz Monqolların dövründə əxlik adlı sənətkar birlikləri görmüşdük. Artıq 17-ci əsrdən biz onlara əsnaf deyərək görəcəyik. Fərdi fəaliyyət göstərənlər, əsnaflarda birləşənlər, bir də feodal emalatxanasında fəaliyyət göstərən sənətkarlarımız. Bu kateqoriyalarımız bunları bu formada böldük, mütləq şəkildə öyrənmək lazımdır. İndi bəzi qısa məsələlər var, onlardan danışacağıq. Rusiya gəldi 1667 ticarət müqaviləsi. Ümumiyyətlə necə oldu ki, biz bu əlaqəni ruslarla qurduq, bu əlaqə nə vaxtdan başlayır? Belə ki, bunun üçün biz gedəcəyik 16-cı əsrə. 16-cı əsrdə, indi bu deyəcəyim 2 dənə məsələ, miq və sertifikasiya hazırlaşan müəllimlər üçün lazımdır, abituriyentlər bilməsələr də olar. Belə ki, 16-cı əsrdə əsas ipək ticarət yolu bizdə keçib Culfa ərazisindən, Culfadan. Amma 16-cı əsr Azərbaycanda ipəkçilik mərkəzi də Ərəş hesab edilib. İngilis tacirləri bu barədə bizə məlumat veriblər. Minanovoy, miq və sertifikasiya üçün olan məlumatdır. Sonra biz 16-cı əsrdə Şah 1-ci Təhmasibin dövrünə gələcəyik. Niyə? Çünki Şah 1-ci Təhmasib artıq 16-cı əsrdə Moskva knyazlığı ilə əlaqələr saxlayıb, ruslarla əlaqələr saxlayıb, ruslarla ticarət məsələlərini genişləndirməyə çalışır. Rusiya ilə diplomatik əlaqəsi var, əsasən də ticarət məsələlərinə görədir. Niyə? Çünki Rusiya mövzusunu keçənə görəcəyik ki, 16-cı əsrdə 4-cü İvanın dövründə ruslar Kazan və Həştarxan xanlıqlarını tutublar və Volqa-Xəzər su yoluna çıxa biliblər. Biz də bundan istifadə edib onlarla ticarət əlaqələri götürürük. Çünki Təhmasib istəyir ki, Azərbaycan ipəyini Volqa-Xəzər yolu ilə Avropaya daşısın. Həmin dövrdə də ingilislərin bu
Qafqaz, Hindistanla ticarət əlaqəsi saxlamaq üçün yaratdığı bir şirkət var, Moskva şirkəti. Moskva şirkəti Rusiyada fəaliyyət göstərir. Elə həmin o Moskva şirkətinin nümayəndəsi də Şah 1-ci Təhmasibin dövründə Antoni Jenkinson gəlir Qəzvinə. Qəzvində Təhmasiblə görüşür. Qəzvində görüşəndən sonra gedir Şirvana və orada qeyd edilir ki, şahın icazəsi ilə Şirvan bəylərbəyi Abdullah xan ustacılığı ilə Moskva şirkətinin, ingilislərin Moskva şirkətinin nümayəndəsi Antoni Jenkinson arasında ticarət müqaviləsi imzalanır. Deməli, biz 16-cı əsrdə Təhmasibin dövründə həm Rusiya ilə ticarət əlaqəsi saxlayırıq, həm də ingilislərlə ticarət müqaviləsi imzalamışıq ingilislərin Moskva şirkətinin nümayəndəsi ilə. Daha sonra artıq biz 17-ci əsrdə aydın olacaq yavaş-yavaş ki, niyə bu söhbət başlayacaq? Bu, biz ingilislərlə əlaqə saxlayırıq. Sonra Rusiya 4-cü İvan baxar ki, ingilislər həmin bu Volqa-Xəzər yolunda Moskva şirkəti ticarəti daha çox öz əlinə almağa başlayır. Belə olanda o Moskva şirkətinin fəaliyyətini öz ölkəsində dayandırır. Bu dövrdə elə bir dövrdür ki, artıq coğrafi kəşflərin intensiv olduğu dövrdür, 16-cı əsr, artıq ilk dünya səyahəti edilib və coğrafi kəşflərin nəticəsi olaraq biz keçmişdik ki, Böyük İpək yolu öz əhəmiyyətini itirəcək. İpək yolu öz əhəmiyyətini itirəndən sonra artıq Səfəvlərin qarşısında elə də bir alternativ qalmayacaq ki, getsinlər bu dövlətlə əlaqə qursunlar, o birisi ilə əlaqə qursunlar. Elə görüb görəcəyimiz əsas Rusiya olacaq deyə biz 1667-ci ildə Rusiya tacirlərinə bu imtiyazları və güzəştləri vermək məcburiyyətində qalacaq. Məsələ bundan ibarətdir. Bunu qeyd elədik. Başqa mən sizə nə deyəcəkdim? İnzibati cəhətdən Səfəvi dövləti bəylərbəyliklərə bölünür. Baxın, inzibati cəhətdən Səfəvi dövləti özü bəylərbəyliyə bölünür. Amma Səfəvi dövlətinin tərkibinə daxil olan Azərbaycan ərazisi də 4 bəylərbəyliyə bölünür. Şirvan, hansı ki bu bəylərbəyliyimiz 1538-də yaranır, Qarabağ, Təbriz və Çuxursəd. Şirvanın mərkəzi Şamaxıdır, Qarabağın mərkəzi Gəncədir, Təbrizin mərkəzi elə Təbrizdir, Çuxursədin mərkəzi də İrəvan ərazisidir. İlk yaranan bəylərbəylərimiz Qarabağla Təbriz idi, sonra 1538-də Şirvan, Şirvanın ilk bəylərbəyi Əlqas Mirzəni gördük, amma sonraki dövrdə Əlqas Mirzədən sonra biz Abdullah xan ustacının adını çəkdik. Bir də var Çuxursəd bəylərbəyliyimiz, mərkəzi də Çuxursədin İrəvan şəhəridir. Sonra bəylərbəylikləri təbii ki, idarə edir bəylərbəyi. Bir də bəylərbəyliklər də var, vəzir. Bəylərbəyi özü öz hesabına qoşun saxlayır, keçən dərs demişik və bu qoşun müharibə vaxtı gedir, dövlətin ordusuna xidmət göstərir və bəylərbəylikdə vəzir maliyyə işlərinə rəhbərlik edilir, mərkəz tərəfindən göndərilir ora, bəylərbəyiyə tabe olsa da bütün hesabatın şaha verir, yəni mərkəzə verir. Bəylərbəyliklər inzibati cəhətdən mahallara, şəhərlərə və kəndlərə bölünürlər. Onu da keçən dərsdə danışdıq və orada da qeyd eləmişdik ki, mahalları 16-cı əsrdə naib idarə edir, 17-ci əsrdə isə qolbəylər idarə edəcəklər. Şəhərlər Yeni Kələntərdədir, kəndlər Yeni Kəndxudadadır, darğa yenə asayişə baxır və Kələntərə tabidir. Sonra burada bəzi vəzifələrimiz var 17-ci əsrin ikinci yarısında. Xan və sultan vəzifəsi. Xan vəzifəsi ali, hərbi, inzibati mövqe tutan şəxsə verilir. Məsələn, Nadir xan Əfşar. Sultanlar isə daha kiçik inzibati əraziləri idarə edən şəxslərdir. Bunu belə yadda saxlaya bilərik ki, şahın əsasən övladlarından, varislərindən təyin edilir. Yəni, sultanlar onlara deyirlər, onlar gedirlər, hakimiyyəti öyrənmək üçün müəyyən ərazilərdə rəhbərlik edirlər, hakimiyyət, idarəçilik məsələlərini öyrənmək üçün. İdarəçilik demişkən, idarəçilikdə də irsilik prinsipi var. Tayfa başçılığında yox, idarəçilikdə. Zaten Səfəvi dövlətinin bütün idarəçiliyi boyu irsilik prinsipi özünü göstərmiş olacaq. Məhkəmələrimiz var, məhkəmələrimiz şəriət əsasında fəaliyyət göstərilir, qazılar tərəfindən idarə edilirlər. Bunları qeyd etdikdən sonra
son növbəti dərsimizin bir ipucusunu sizə verəcəm və bundan da dərsimiz yekunlaşacaq. Belə ki, növbəti dərsimizdə biz artıq Səfəvi dövləti 18-ci əsrdə və süqutu görəcəyik. Həmin o süquta gedib çıxmaq üçün biz artıq 17-ci əsrin sonlarında Səfəvi dövlətində böhranlara baxmalıyıq. Böhranlarımızın iqtisadi səbəbi var və böhranımızın siyasi səbəbi var. İqtisadi səbəb özü bölünür iki hissəyə. Bir, xarici iqtisadi və daxili iqtisadi səbəblər. Xarici iqtisadi səbəblərimiz iki dənədir. Böyük İpək yolunun öz əhəmiyyətini itirməsi və Avropada manufaktura məhsullarına tələbatın artması, bizim sənətkarlıq məhsullarımızın geridə qalması. Daxili iqtisadi səbəblər əkin sahələrinin azalması, süni suvarma sisteminin sıradan çıxması, ticarətin zəifləməsi nəticəsində pul böhranı da var deyə tədavülə qəlb və yaxud saxta pulların buraxılması, bunlar daxili iqtisadi səbəblərdir. Daxili siyasi səbəblər isə bundan ibarətdir ki, daxili siyasi məmur özbaşınalığı və idarəçilikdə rüşvətxorluq. Ümumiyyətlə, siyasi səbəb idarə etməklə, müharibə, sülh, belə səbəblərdir, üsyanlar, qiyamlar. Sadəcə biz 17-ci əsrin ikinci yarısında hər hansısa bir müharibə görmürük deyə daxili siyasi səbəblərimiz əsasən idarə etməklə bağlı olan səbəblər olur. Bununla da bugünkü dərsimizi yekunlaşdırırıq. Artıq növbəti dərsimizdə görəcəyik ki, Səfəvi şahı, hakimiyyətə gələn Səfəvi şahı Hüseyin bu proseslərdən dövləti çıxartmaq üçün hansı addımları atmış olacaq. Bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarımızda görüşənə qədər sağ olun.